Salam əziz müəllimlər. Bugün sizə müəllimlərin işə qəbul imtahanının çərçivə proqramına yeni əlavə edilmiş Qanlıdaş əfsanəsinin təhlilini verəcəyəm. Keçək əsərin təhlilinə. Yenə Şirvanın qanlı qadalı günləri başlanmışdı. Yağı ölkəyə hücuma keçmişdi. Onlar yavaş-yavaş Şamaxıya yaxınlaşırdılar. Baxın, əsərin ekspozisiyası Şirvanın qanlı qadalı günləri başlanmışdı. Şirvanın qanlı qadalı günləri başlanmışdı. Yağı ölkəyə hücuma keçmişdi və Şamaxıya yaxınlaşırdılar. Yəni Şamaxıya çatmamışdılar, Şamaxı istiqamətində irəliləyirdilər. Su həsrəti əfsanəsini xatırlayırsınızsa, həmin əfsanənin əvvəlində də karvan düşmən tərəfindən təqib olunurdu. Yəni düşmən hücumuna məruz qalmanı hər iki əfsanə üçün ortaq cəhət kimi götürə bilərik. Kolanı obasının ərənləri bir yerə toplaşdılar. Dəmirdağı özlərinə igidbaşı təyin etdilər. Burada Kolanı obası dedikdə Kolanı türk mənşəli tayfalardır. Azərbaycanın müxtəlif ərazisində məskən salıblar. Çox güman ki, Kolanı obası da deyildikdə Kolanı tayfalarının məskən saldığı obalardan biri nəzərdə tutulur. Dəmirdağı özlərinə igidbaşı təyin etdilər. Deməli, düşmən hücumuna məruz qalan bir ölkə görürük. Təbii ki, tədbir görmək məqsədi ilə Kolanı obasının cəsur igid ərənləri bir yerə toplaşırlar və özlərinə bir igidbaşı təyin edirlər ki, həmin igidbaşının da adı adlanırdı Dəmirdağ. Dəmirdağı özlərinə igidbaşı təyin edirlər. Ərənlər dağlara çəkildilər. Düşmən Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Qoşun neçə vaxt idi ki, yol gəlirdi, tamam əldən düşmüşdü. Məlum olur ki, qoşun artıq bir neçə gün idi ki, yol gəlirdi və bu səbəbdən də yorulmuşdu, əldən düşmüşdü. Və düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq asan olmayacaq. Mütləq yorğun qoşuna 3-4 gün istirahət vermək lazım idi. Deməli, düşmən sərkərdəsinin 3-4 gün istirahət vermək lazımdır. Şamaxı qalasını almaq. Düşmən sərkərdəsi bilirdi ki, yəni düşmən sərkərdəsinin yorğun qoşununa 3-4 gün istirahət verməsinə səbəb Şamaxı qalasını almaq idi. Yəni Şamaxı qalasını almağın asan olmayacağını bilirdi və bunu dərk etdiyi üçün öz qoşununa 3-4 gün istirahət vermək lazım bilir. Dəmirdağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən çadırlarına hücum edir. Amma Dəmirdağın igidləri də görürük ki, düşmən qoşununu dincəlməyə qoymur, onları dincəlməyə qoymur və neçə-neçə düşmən sərkərdələrini məhv edirlər. Nə zaman? Axşamdan biraz keçən kimi. Axşamdan biraz keçən kimi. Dəmirdağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən qoşununa, düşmən çadırlarına hücum edir və onların nəticədə nə olur? Nəticədə neçə-neçə döyüşçülərini məhv edirlər. Dəmirdağ el arasında təkcə gücü ilə deyil, eyni zamanda bayatıları ilə də ad çıxarmışdı. Həm güclü idi, həm cəsur güclü idi, həm də belə deyək söz əhli idi. Bayatıları ilə məşhur idi və Dəmirdağın bir bayatısı da verilib burada. Dəmirdağın dilindən deyilən: Kolanı elim mənim, arxamda selim mənim, dirikən qibləgahım, ölərsəm yorum mənim. Dəmirdağla elin ağıllı, kamallı gözəli olan Sona əhd peyman bağlamışdılar. Dəmirdağla kim? Dəmirdağla Sona əhd peyman bağlamışdılar və Sona həm ağıllı idi, kamallı idi, həm də gözəl idi. Ağıllı, kamallı və gözəl. Yazın sonu yayın əvvəlində istəklərinə qovuşacaqdılar. Yazın sonu yayın əvvəlində istəklərinə qovuşacaqdılar. Və görüş yerləri isə Cüyürlü meşənin tən ortasındakı sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. Deməli, Cüyürlü meşənin tən ortasında çapıq daşın yanı idi. Çapıq daşın yanı onların görüş yerləri idi. Və ilk əhd peymanlarının şahidi bir çapıq daş, bir də lalələr olmuşdu. İlk əhd peymanlarının şahidi nə olmuşdu? Bir çapıq daş, bir də lalələr olmuşdu. Davam edək. Bir axşam Dəmirdağın şir ürəkli igidləri yenə düşmən düşərgəsinə qəfildən hücum etdilər.
Orduya çaxnaşma düşdü. Çaşbaş qalan düşmən əskərləri onların qarşısında yarpaq kimi əsirdilər. Biz az öncə düşmən qoşununun üzərinə, düşmən düşərgəsinə Dəmirdağın igidlərinin, Kolanı ərənlərinin birinci dəfə hücum etdiyinin şahidi olduq. Yəni belə deyək də, gördük ki, birinci dəfə hücum etdilər. İndi növbə ikinci dəfə hücumdadır. 2 dəfə hücuma keçirlər düşmən düşərgəsinə. Orduya çaxnaşma düşür və düşmən əskərlərinin çox qorxduğunu görürük. Onların qarşısında yarpaq kimi əsdiyinin şahidi oluruq. Bu artıq ikinci dəfə hücum idi. Bir axşam Dəmirdağın şir ürəkli igidləri düşmən düşərgəsinə qəfildən, yəni artıq ikinci dəfə hücuma keçdilər düşmən düşərgəsinə. Birinci dəfədə neçə əskərlərini məhv etmişdilər. İkinci dəfədə orduya çaxnaşma düşür və əskərlər onların qarşısında yarpaq kimi əsirdilər. Dəmirdağgil düşmənin 2 seçmə pəhləvanını da özləri ilə apara bildilər. Bundan xəbər tutan düşmən sərkərdəsi hirsindən zəncir gəmirirdi. Şeypur çalındı, qoşun ayağa qalxdı, əmr verildi. Deməli, ikinci dəfə hücum edən zaman düşmənin 2 seçmə pəhləvanını özləri ilə aparırlar. Və bunun nəticəsində düşmən sərkərdəsi hirsindən zəncir gəmirir, çox əsəbləşir və bunun da nəticəsində qoşun ayağa çalınır və əmr verilir. İkinci dəfə hücumda düşmən sərkərdəsini qəzəbləndirən nə oldu? Onların qəfil hücum etməsi, ikinci dəfə qəfil hücum etməsi və düşmənin 2 seçmə pəhləvanını özləri ilə aparmaları. Deməli, düşmən tərəf artıq qoşun ayağa qalxır və əmr verilir. Bütün Kolanı obasının qocasını, uşağını, qız gəlinini meydana cəm edin. Əmr nə oldu? Bütün Kolanı obasını meydana cəm etmək düşmən tərəfdən gələn əmr oldu. Cəmaət meydana toplaşandan sonra sərkərdə dedi. Hirsindən zəncir gəmirən sərkərdə. Əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyəm. Deməli, düşmən tərəfdən olan əsəbləşən sərkərdənin şərti nə oldu? Əgər Dəmirdağ və onun yoldaşlarının yerini göstərməsəniz, şərt bu idi. Və nəticədə nə edəcəkdir? Nəticədə deyir ki, hamınızı qılıncdan keçirəcəyəm. Qeyd edək, şərti bu olur ki, əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyəm deyir. Hamı başını aşağı saldı. Sükutu sona pozdu. İzin verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. Deməli, heç kəsdən səs çıxmadı. Yəni, hər kəs başını aşağı salır. Bu sükutu pozan təkcə sonu olur. Hansı ki, o Dəmirdağın əhd peyman bağladığı qız. Deyir, izin verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. Sonanın dilindən deyilir bu sözlər. İzin verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. Sona. Bu sözləri sona deyir. Sona və insanları təbii ki, heyrət bürüyür. Yəni, çaşbaş qalırlar ki, Dəmirdağın sevdiyi qız necə ola bilər ki, Dəmirdağın yerini düşmən tərəfə deyə bilər. İnsanları heyrət bürüyür. Sona qoşunun qabağına düşdü. Onu meşənin dərinliyinə apardı. Qız meşəyə, sıldırım qayalara bələd olmayan yağını günortadan keçənə qədər orada, yəni meşənin içərisində dolandırdı. Belə görünür ki, yağı, yəni düşmən tərəf, yeri gəlmişkən yağı sözü Uruzun Tustaq olduğu boyda da qeyd olunur. Orada da düşmən yağı adlandırılır. Deməli, yağı, yəni düşmən bu ərazilərə bələd deyildi və bu ərazilərə bələd olmayan yağını düşməni sonra meşənin içərisində günortadan keçənə qədər meşənin içərisində dolandırdı. Dəmirdağın igidləri isə düşmən qoşununu qarabaqara izləyirdilər. Sonra düşmən qoşununu meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirdi. Deməli, meşənin içərisində dolandırdıqdan sonra meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirir. Sıldırımın ayağındakı çapıq daşı göstərib dedi. Bax, Dəmirdağın yerini o daşdan soruşun. Və sıldırım, deməli, meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirir və sıldırımın ayağında çapıq daş var idi, hansı ki, onların əhd peyman bağladıqları yer. Həmin o çapıq daşı göstərib deyir ki, bax, Dəmirdağın yerini o daşdan soruşun deyir. Bu Sonanın nitqidir. Sonanın nitqini daha öncə izin verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. Bu da Sonanın nitqidir. Və bax, Dəmirdağın yerini o daşdan soruşub deyib,
Özünü qayadan atdı. Bəli, özünü qayadan atır. Yağı çaşbaş qaldı. Elə bu vaxt Dəmirdağın igidləri düşmən qoşununa hər tərəfdən zərbələr endirdilər. Dağa, meşəyə nabələd olan yağı təslim oldu. Baxın, Sonanın cəsarəti sayəsində, tədbirli davranması sayəsində dağa, meşəyə nabələd olan yağı təslim oldu. Amma nəticəsi yaxşı olmadı. Dəmirdağ Sonanı axtardı, tapa bilmədi. Nəhayət Çapıq daşın yanında qanına qəltan olan qızı tapdı. Belə deyək də, Sona öz canını qurban verdi, öz elinə görə, sevdiyinə görə. Çapıq daşın yanında qanına qəltan olan qızı tapdı. Onun gül üzü solmuş, rəngi ağarmışdı. Dəmirdağ Sonanı lalələrin arasından qaldırdı. Bir də lalələr onların əhd peymanlarının şahidi idi. Artıq gec idi, bunu göstərir ki, o artıq ölmüşdü. Sona bircə dəfə kirpiklərini qaldırıb gülümsədi. Dəmirdağın fəryadından dağlarda səda qopdu, lalələr titrədi, daşlar insan kimi inildədi. Sonanın qanına boyanan Çapıq daş silkələndi. Çox keçmədi ki, bu igidin fəryadı bayatılara hopdu, ellərə, obalara yayıldı. Mən aşiqəm qanlı daş, qanlı qaya qanlı daş. Düşmən yağı düşməndir, niyə oldun qanlı daş? O gündən Çapıq daş xalq arasında nakəm məhəbbətin şahidi kimi qanlı daş adlanmağa başladı. Yəni əfsanənin adı qanlı daş deyəndə məhz Sonanın qanına boyanan Çapıq daş nəzərdə tutulur və xalq arasında qanlı daş adlanmağa başladı.